Az sonra hakkında danışacağım bu proses barəsində təfəkkür etmədən əvvəl videoya axıra qədər baxmanızı xahiş edirəm. Çünki bütün detallar videonun sonuna doğru hissə qeyd olunub. Hicrətdən əvvəl Məkkəlilər Rəsulullahdan sallallahu əleyhi və səlləmdən bir möcüzə göstərməsini istəyirlər. Hz. Muhammed sallallahu əleyhi və səlləm barmaqlarını aya tutaraq bir növ düz xətt çəkirmiş kimi hərəkət etdirir. Ay ikiyə bölünür. O qədər ki, ayın bir hissəsi Hira dağının bir tərəfində, o birisi hissəsi də digər tərəfində olur. İnsanlar heyrətə gəlirlər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dönür və şahid olun buyururlar. Möminlər sevinirlər. İnanmayanlarsa öz aralarında çaşqın vəziyyətdə danışır, bir-birlərinə baxaraq nə edəcəklərini bilmirlər. Sehirləndiklərini söyləyirlər və bu hadisəni digər şəhərlərdə, digər ölkələrdə olanlardan soruşmaq qərarına gəlirlər. Çünki bu hadisə sadəcə oradakı adamların gözlərində illüziya, sehir deyildisə, başqa bölgələrdəki, başqa ölkələrdəki insanlar da onu görməli idilər. Çox maraqlı bir şəkildə başqa bölgələrdən gələn, uzaqlarda yaşayan hər kəs biz ayı bölünmüş gördük deyirlər. Və həmin vaxtlarda ayın ikiyə bölünməsi hadisəsi insanlar arasında ən çox danışılan hadisələrdən birinə çevrilir. Araşdırma zamanı mövzu ilə bağlı Zəğlul Nəccarın Sünnədə Xəzinələr kitabında maraqlı bir yazıya rast gəldim. Müəllif təqdim etdiyi konfranslardan birində Avropalı bir müsəlmanla rastlaşır. Həmin şəxs alimə maraqlı bir hadisə danışır. Onu olduğu kimi təqdim edirəm. Bir neçə il əvvəl Cardiff Universitetində seminardaykən bir müsəlman mənə Qəmər surəsinin ilk ayəsi, ayın parçalanması hadisəsi haqqında sual verdi. Mən də ayın yarılmasının Quranda yer alan real bir möcüzə olduğunu və Rəsulullahın kafirlərlə, müşriklərlə mübarizə apardığı vaxtlarda baş verdiyini dedim. Bu cür möcüzələr qeyri-adi olub, təbiət qanunlarına tabe olmayan hadisələrdir. Ona görə də elm bu cür möcüzələri izah etməkdə çətinlik çəkir. Əgər bu Quranda və sünnədə bizə bildirilməsəydi, ona inanmaq təbii ki, çətin olardı. Ancaq bu hadisə bizə bildirildiyi üçün dəqiq baş vermiş hadisədir deyə nitqimi tamamladığımda auditoriyadan bir ingilis İngiltərə Müsəlmanlar Birliyinin başçısı yaxınlaşdı və mənim cavabıma bir neçə əlavəsinin olduğunu bildirdi və bu hadisəni danışmağa başladı. Qəmər surəsinin ilk ayəsi 70-ci illərin sonlarında mənim İslam'a gəlməyimə səbəb oldu. Bu hadisə dinlər haqqında araşdırmalar apardığım vaxt baş verib. Müsəlmanlar mənə Quranın tərcüməsini vermişdilər. Mən Quranı birinci dəfə açanda Qəmər surəsinin birinci ayəsinə rast gəldim. Orada ayın yarılmasından bəhs olunurdu. Doğrusu inanmadım və Quran kitabını bağlayaraq bir kənara qoydum. Bu hadisədən bir müddət keçdi. Kitab haqqında artıq unutmuşdum. 1978-ci il idi. Televizorda kosmik səyahətlər haqqında bir proqrama baxırdım. Tanınmış İngilis aparıcı 3 ABŞ-li alimi verilişə dəvət etmişdi. Onlar aya səyahət və ayda aparılan tədqiqatlardan danışırdılar. Söhbət vaxtı ekspertlər bu səyahətin çox vacib bir elmi faktı sübut etdiyini bildirirlər. Kosmonavtlar söhbətlərinə belə davam edir. Əgər biz bir neçə dəfə də aya gedə bilsək, heç kəsin inana bilməyəcəyi bir şeyi sübuta yetirə bilərik. Bu fakt uzun müddət əvvəl ayın ikiyə bölünüb qısa müddət sonra birləşməsi faktıdır. Və onu da deyək ki, ayın üstündə bunu sübuta yetirmək üçün kifayət qədər çox dəlillər var. Zəğlul Nəccara hadisəni nəql edən ingilis söhbətinə belə davam edir. Mən verilişdə çıxış edən ABŞ-li alimlərin bu sözünü eşidən kimi yerimdən sıçradım və ağzımdan çıxan ilk kəlmə bu doğrudur. Ay 1400 il əvvəl ikiyə bölünüb. Muhammed Peyğəmbər tərəfindən edilən möcüzədir və Quran da bunun baş verdiyini bizə deyir, dedim. Və qaçaraq bir müddət öncə kənara qoyduğum Quran kitabını yenidən əlimə götürdüm və vərəqləməyə başladım. İlk dəfə oxuduğum Qəmər surəsini taparaq səbirsizliklə qiraət etdim. Sonra mən özümə dedim ki, bu din doğru dindir. Bismillahirrahmanirrahim. O saat qiyamət yaxınlaşdı və ay parçalandı. Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib davam edən bir sehirdir deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır. Ayın yarılması hadisəsi Peyğəmbərimiz tərəfindən Allahın izni ilə edilən bir möcüzədir. Yuxarıda 70-ci illərdə NASA araşdırmaçılarının ayın ikiyə bölünməsi haqqındakı düşüncələri barədə danışdıq. Həmin hadisədən 40 ilə yaxın vaxt keçdikdən sonra 2012-2014-cü illərdə ayda xüsusi texnologiyalarla dərin araşdırmalar aparılır. Nəticədə ayın üzərində dərin bir yarığın olduğu açıq şəkildə sübut edilir. Araşdırmaçılar hətta bu hadisənin asteroid
və sair vasitəsilə olmadığını bildirirlər. Əgər aya göy cisimlərindən biri dəysəydi, digər hissələrində də çat olacaqdı. Ancaq xətt düz bir şəkildə ayı ikiyə bölürdü və ətrafında başqa bir zədə görünmürdü. Bu səbəbdən qərb alimləri aydakı yarığın necə baş verdiyi barədə bir söz deyə bilmirlər. 70-ci illərdə başlayan və günümüzə qədər davam edən araşdırmalar əsrlər öncədən ayın ikiyə bölündüyünü təsdiqlədi. Bu, təbii ki, müsəlmanlar üçün gözəl haldır. Ancaq təsdiq olsa da, olmasa da biz müsəlmanlar Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin etdiyi, Uca Allahın Quran vasitəsilə bildirdiyi hər şeyə şəksiz şübhəsiz inanır və baş verdiyini bilirik. Allah yolundan ayırmasın.